şəhidlərimizə rəhmət eləsin. Ağdam rayonunun şəhidləri. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad, məkanları cənnət olsun. Şəhidlərimiz ruhunuz şad olsun ki, uğrunda canınızı fəda elədiyiniz torpaqlarımız işğaldan azad olunubdur. Bir ömür boyu yaddaşlarda qalan, indiki və gələcək nəsillərin yaddaşlarında qalan şəhidlərimiz ruhunuz şad olsun. Allah sizlərə rəhmət eləsin. Azərbaycanın milli qəhrəmanı Rüstəmov Hidayət Eldaroğlu. Qızıl hərflərlə tarix yazan komutan 78 nəfər ölümdən xilas etdi. Özü şəhid oldu. Şəhid Sənan Kərimov 2-ci fəxri xiyabında təxliyə edilib. Aprel döyüşlərində qəhrəmancasına iştirak etmişdir. Şəhid kəşfiyyatçı Quliyev Şamil Əlioğlu Ağdam rayonu Zəngişanlı kəndində anadan olub. Qaradağlı kəndi yaxınlığında yerləşən köçürtmə birliyi uğrunda gedən döyüşlərdə şəhid olub. 8 dekabr 1971, 11 aprel 1994-cü il. Kəşfiyyat komandiri şəhid Qasımov Cəlil Zakiroğlu 23 mart 1958-ci ildə anadan olubdur. 3 sentyabr 1992-ci ildə şəhid oldu. Ağdam rayonunda qəhrəmancasına şəhid olmuşdur. Allah rəhmət eləsin.
Əlizadə Elmin Samiroğlu 18 mart 2003-cü il anadan olubdur. 18 noyabr 2021-ci ildə şəhid olubdur. Allah rəhmət eləsin. Yusufzadə Xudayar, Allah rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Süleymanov Vəfqan Məhəmmədoğlu 19 iyun 1967-ci ildə anadan olubdur. 19 iyun 1993-cü ildə şəhid oldu. Ağdam rayon uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Allah rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun. Ələkbərov Salih Surxayoğlu 26 iyul 1963-cü ildə anadan olubdur. 15 may 1993-cü ildə Ağdamın azadlığı uğrunda qəhrəmancasına şəhid olmuşdur. Şəhid Əhmədov Yasən Yelmaroğlu 16 sentyabr 1974-cü ildə anadan olubdur. 23-10 ay 2020-ci ildə Suqovuşan rayonunun azadlığı uğrunda qəhrəmancasına şəhid olmuşdur. Şəhid polkovnik leytenant Raqub İbrahimoğlu Orzov 12 iyul 1972-ci ildə anadan olmuşdur. İkisi aprel 2016-cı ildə aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur. Xalqının qəhrəman oğlu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad, məkanları cənnət olsun. Qərar cəriyyəsi kapitan Həsənov Əsəd. Əsrəcəm Kəlbəcərli şəhid Çavuş top komandiri Mövsümzadə Orxan Səfiyaroğlu 17-ci 9-cu ay 1993, 28-ci 9-cu ay 2020-ci ildə şəhid oldu. Allah rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad, məkanları cənnət olsun. Aslanov Vidadi Kazımoğlu, Aslanov Xəqani Kazımoğlu, Aslanov Hasil Kazımoğlu. Allah rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bir ömrü boyu yaddaşlarda qalan şəhidlərimiz.
Şahməmmədoğlu Əliyev, Ayaz Arazoğlu Əliyev. Kamranoğlu biri iyun 1992'den adam olubdu. 27 avqust 1992 yılda Ağdərə rayonunun Qazancı kəndi Sırxavənd şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Tabor komandiri idi. Allah rəhmət eləsin. Ərzəliyev Elxan Səfiyaroğlu 15 fevral 1956 yılda anadan olubdur. 9 may 1992 yılda şəhid olubdur. Allah rəhmət eləsin. Həsənov İlqar Fərəcoğlu 17 sentyabr 1973 yılda anadan olubdur. 28-8 1992 yılında şəhid olubdur. Allah rəhmət eləsin. İskəndərov Şəmsəddin Zəfəroğlu 22 yanvar 1963 yılda anadan olubdur. 8 mart 1992 yılda şəhid olubdur. Allah rəhmət eləsin. Qurbanov Əli Qismət Samanoğlu 6 may 1952 yılda anadan olubdur. Biri oktyabr 1992 yılda Ağdərə rayonunda qəhrəmancasına şəhid olmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qarabağ qəhrəmanı şəhid polkovnik leytenant Qəmbərov Mehman Nərmanoğlu. Azərbaycanın milli qəhrəmanı İskəndərov Əlabbas Qaroğlu 20 noyabr 1958 yılda anadan olubdur. 5 mart 1992 yılda Ağdərə rayonunun Qazancı kəndində qəhrəmancasına şəhid olmuşdur. Yaşı az, hünəri böyük şəhid İsizadə Elvin Azimoğlu 4 sentyabr 2021 yılda anadan olubdur. 26 10 2020 yılda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuşdur.
Qələmini silaha dəyişən müəllim Şəhid Vəliyev Vüqar Eminoğlu. Azərbaycan bayrağı ordeninin şəhid leytenant Qəmbərov Nazim Abuşoğlu 1 yanvar 1968-ci ildə anadan olubdur. 11 iyul 1993-cü ildə Ağdam rayonu Nətiməzli kəndində doğulub, Ağdamın Muğanlı kəndində şəhid olub. Nətiməzli kəndində dəfn olunmuşdur. Allah rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun. Qələmini silaha dəyişən Qəmbərov Mədət Əzimoğlu. Şəhid kəşfiyyatçı Fərzəliyev Samir Vaqifoğlu. Doğum tarixi 8 dekabr 1996, ölüm tarixi 15 oktyabr 2020-ci il. Allah rəhmət eləsin. Ruhları şad, məkanları cənnət olsun. Məmmədov Vəhsif Rafaeloğlu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad, məkanları cənnət olsun.